Rəhman və Rəhim olan Allahın adıyla. Salam olsun hidayətə tabi olanlara. Bir məsələni istəyirəm sizlə paylaşam. O da Nisa surəsi 176-cı ayətdə Allah buyurur ki, səndən fətva istəyirlər kəlalə barədə. Kəlalə sözü Quran-ı Kərimdə k və 2 dənə l hərfi olan kələlə sözündəndir. Kullu sözüdür. Bütün anlamı verir. Yəni, bütün hər şeyin tam bir yerə cəm olmasını, bir yerdə tamamlanmasına kullu sözü işlənir. Bu, mirasda, bölgüdə kəlalə kimə deyilir? Tərcümələrdə valideyni və evladı olmayan deyə tərcüm edirlər. Bu, demirəm ona işlənməz, amma tək o demək deyil. Əgər kullu, yəni varislərin hamısı bir arada olmasa, çatışmayan tərəfin hissəsinə kimə düşəcəyini Allah açıqlayır. Məsələn, evladı var, valideyni yoxdur. Valideyni yoxdur, evladı var. Anlaşıldı demək istəyirəm. Yəni, ola bilər ki, valideyn olsun, evlad olmasın. Ola bilər ki, evlad olsun, valideyn olmasın. Valideyn yoxdursa, valideynin miras payları var. Onlar kimə veriləcəkdir? Onda deyir ki, bacısına və yaxud da bir bacısı varsa o bacısına aiddir. Əgər bacılar 2-dən çoxdursa, o zaman 3-dən 2-sidir. Və yaxud da ki, qardaşlar və bacılar varsa da, o zaman kişiyə 2 qadın payı veriləcək. Bu şəkildə bölgünü Allah başa salmağa çalışır. Yaxşı, nə valideyni, nə evladı yoxdursa, o zaman mirasın hamısı onlar arasında bölünəcəkdir. Anlaşıldı nə demək istəyirəm? Amma vardısa da, evladın payı öz yerində bölünür, valideynin payını həmən o ölənin bacısı, qardaşı arasında bölünməyini ortaya qoyur. Yəni, demək istədiyim söz bundan ibarətdir ki, kəlalə sözü valideyni və evladı olan demək deyil sözü ilə bitirməyin söhbəti. Valideyni ola bilər, evladı yoxdursa yenə kəlalədir. Valideyni varsa, evladı yoxdursa yenə kəlalədir. Amma hər ikisi varsa ona kəlalə deyilməz. Kulludur. Kəlalə o zaman olur ki, ikisindən biri olmasın və yaxud da heç hansı olmasın. Anlaşıldı nə məsələ? Gəlin ayətlərə diqqət eləyək. Bu sualı ateistlər ortaya qoyurlar ki, məsələn, Nisa 176-da Allah deyir ki, səndən fətva istəyənlərə de, kəlalə, yəni valideyni və ya övladı olmayan. Anlaşıldı, məsələ budur. Yəni, təkcənə həm valideyni, həm evladı olmayan deyil. Onda, adamlar düz etiraz eləyir. Tamam eləyək, valideyni və evladı olmayan barədə səndən fətvanı Allah verir denəm. Sənə fətvanı Allah verir. Əgər həlak olan şəxsin özünün övladı yoxdursa, fikir verdiniz, ikisini gətirmədi ayə. Evladı yoxdursa, deməli valideyni var, amma evladı yoxdursa və onun bacısı vardırsa, beləliklə tərk etdiyi şeyin yarısı ona məxsusdur. Kimə? Evladı yoxdursa, evladın payı kimə məxsusdur? Bacıya məxsusdur. Anlaşıldı? Amma yerdə qalan o yarısı isə valideynin payıdır. Burada sual verirdilər ki, və o yarısı kimə aiddir? Cavab budur ki, zaten Allah deyir ki, evladı yoxdursa, deməli valideyni var. Anladınız da? Və əgər onun, yəni bacısının övladı olmazsa, o da onun varisidir. Yəni o da onun varisi olur. Nəticədə əgər bacılar 2 olarsa, yəni bir bacısı yox, 2 bacısı olarsa, onda onun, yəni tərk edilən, o ölənin tərk etdiyi mal kişinin tərk etdiyi şeylərin 3-dən 2-si o ikisinə məxsusdur, qaldı yerdə qalan isə yenə valideynə aid olacaqdır. Və əgər onun kişilərdən, yəni və qadınlardan qardaşları olarsa, onda erkək cins üçün hissə dişi cinsin 2 mislində olacaqdır. Azğınlığınız sizin üçün bəyan edən Allahdır ki, yəni azmayasınız, azğınlığı sizin üçün bəyan edən Allahdır və Allah hər bir şeyə alimdir. Gəlin bu kəlalədən bir də 12-də bəhs edibdir, ona diqqət eləyək. Və zövcələrinizin tərk etdiyi şeylərin yarısı da sizə məxsusdur. Əgər onlara məxsus övlad olmazsa yarısı sizə məxsusdur. Yaxşı evladları olsa necə? Beləliklə, əgər onlara aid övlad olarsa, nəticədə onların tərk etdiyi şeylərdən 1/4 sizə məxsus olacaqdır. Aydındır. Bu da ha vaxt baş verəcəkdir. Ölən şəxsin onunla, yəni o bölgü ilə ölənin tövsiyə etdiyi, yəni vəsiyyət etdiyi vəsiyyətdən və borcdan sonra bu
aparılmalıdır, baş verməlidir. İndi qadına qaytarırıq və sizin də tərk etdiyiniz şeylərdən 1/4 onlara məxsusdur, yəni qadınlara 1/4. Bu nə zaman olur? Əgər sizə məxsus olan övladınız yoxdursa da, onda 1/4 qadınlara. Deməli, evlad olmayanda kişiyə yarısı düşür, qadına 1/4 düşür. Amma evlad olarsa, kişiyə 1/4 düşür, qadına isə 8/1 düşür. İndi onu da görəcəyik. Beləliklə, əgər sizə aid övlad olsa, nəticədə sizin tərk etdiyiniz şeylərdən 8/1 onlara məxsus olacaqdır, qadınlara yəni. Bundan sonra başlayır. Deyir yenə onunla, yəni o bölgü ilə ölən qadının tövsiyə etdiyiniz vəsiyyətdən və borcdan sonra aparılmalıdır. Və borcdan sonra bu bölgü baş verməlidir. İndi gəlin burada bir şey də qeyd edim. Ümumi olaraq ərlə arvad bir-birinin mirasçısı deyil. Ər arvadın Nisa surəsi 33-cü ayədə Allah deyir ki, Allah sizə valideynlərinizdən və ən yaxın olanlarınızdan, yəni evlatlar qəsd olunur. Onu bu ayələrdə görürük. Varislər təyin elədi. Beləliklə ayırır nicah bağını. Deyir ki, möhkəm əqid bağladınız, sözləşmə bağladınız, kəslərin də haqqını verin. Başa düşdünüz nə demək istəyirəm. Və Nisa surəsi 20 və 21-də deyir ki, siz o qadınlara verdiyinizi böhtan və iftira ilə geri mi alacaqsınız? Halbuki onlar sizdən möhkəm bir əhd almışdılar. Aydındır. Deməli, əhd öləndə bitir. Bu əhd bitəndə Allah kişiyə evlad yoxdursa, ikisinin evladı yoxdursa, yaxud da qadının evladı yoxdursa, kişiyə mirasın yarısının verilməsini buyurur. Əgər evladı varsa 1/4-nin o verilməlidir. Sonra yerdə qalan miras varislər arasında bölünməlidir. Kişiyə də, qadına da evladı yoxdursa, mirasın 1/4-ni, varsa da 8/1-ni deyir Allah. Verib sonra yerdə qalan mirası o qadının varisləri, yoxsa kişinin varisləri arasında bölünməlidir. Buna belə riayət edilməyəndə miras düzgün çıxmayacaqdır və ateistlər də çox zaman sizin Allahınız hesab bilmir deyə mirasda irad tutmaqlarının səbəbi buradan qaynaqlanır. Məsələn, 24 min pul qoyunlar, deyirlər ki, bunu indi bir kişi ölübdür, onun həyat yoldaşı qalıbdır, onun 3 dənə qızı var, bir də valideynləri var. Bunu bölgünən. Adam başlayır mirası bunlar arasında böləndə qadının payını verib bölmək əvəzinə qadını da miras bölgüsünün içində bölür və burada doğru çıxarış olmur. Halbuki Allah Teala deyir ki, miras vəsiyyət və borc ödəndikdən sonra yerinə yetirilməlidir. Vəsiyyət də budur ki, qadının nəyi var? Qadına borcu var kişinin əhd müqaviləsi üzərinə görə qadına 8/1 pay verilməlidir. 3 min qadına verilməlidir. 24 min götürürsək, yerdə qalan 21 mini evlatlar və valideynlər arasında 3/2-si qızların arasında bölünür. Yerdə qalanı isə 3500, 3500, 6/1, 6/1, 3500 eləyir 21 minin. Valideynlərə bölünür ki, 7000 onlara çatacaq. İkisi arasında 2 dənə 6/1 pay veriləcəkdir. Və bu 7000 onlara verildikdən sonra yerdə qalan 13 mini isə, 14 mini isə qızlar arasında, 3 qız arasında bölünməlidir. Tamam mı? Yəni bu şəkildə açıqlanır. Amma sən götürüb o 3000 əvvəlcədən vermədiyini bura salsan, orada xəta baş verəcəkdir. Bunu da burada sadəcə əlavə qeyd elədim. İndi gələk kəlalə məsələsinə sözümüzü tamamlayaq. Əgər kəlaləyə, yəni valideyni və ya övladı olmayana bir kişi və ya bir qadın varis olarsa və onun, yəni kəlalənin bir qardaşı və ya bir bacısı vardırsa, nəticədə 6/1-i o ikisindən hər birinə məxsusdur. Aydın nə demək istəyirəm? Beləliklə, əgər bundan çox olsalar, nəticədə onlar 3-dən birinə şərik olarlar. Onunla bölgü ölənin tövsiyə etdiyi vəsiyyətdən və borcdan sonra zərər verilmədən aparılmalıdır. Bu Allahdan olan bir vəsiyyətdir, tapşırıqdır və Allah alimdir, həlimdir, yumşaq huyludur. Bu ayətdən başa düşdük ki, kəlalənin yenə Allah deyir ki, yəni hamısı bir arada olmasa, o zaman həmən o olmayan qismin varisçiləri, onun bir qadın, bir kişi, bu da onların bacı və qardaşı qəsd olunur ki, onlar olarsa, onlar arasında bu şəkildə bölünməlidir. Yəni, sözümün qəsdi burasındadır ki, deyirlər ki, o yarısı kimə çatacaqdır? Yarısı dediyimiz kimi varisə çatır. Varis əgər tam deyilsə də, o şəxsə varisi tam olmayan, tamamlanmamış kəsə kəlalə deyilir. Və
naqis qismin payı bacı və qardaşlar arasında bölünür, olan qismi isə özünə verilir. Bu qədər. Salam olsun hidayətə tabe olanlara.